Əssəlamu aleykum dəyərli müsəlmanlar. Budur, Ramazan sona çatır. Çoxu keçdi, azı qaldı. Son 10 günlərə yetişdik. O 10 günlər ki, onlarda Qədr gecəsi gizlidir. O ki, Allah-u Teala öz kitabında onu 1000 aydan daha xeyirli kimi vəsf etmişdir. Bir gecə düşünün ki, 1000 aydan, yəni 83 ildən daha xeyirli olsun. Bir saatı belə 10 ilə bərabər və ya daha xeyirli olan bir gecə haqqında nə düşünürük? Bu gecədə 1 saatın namazda keçirən şəxs təxminən 10 illə namazda keçirmiş. Quranla yoldaşlıq etmiş şəxs də bir o qədər Quranla yoldaşlıq etmiş sayılarkən, bizim bu gecədə boş vaxt keçirməyimiz doğrudurmu? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm son 10 günlər yetişdikdə azuqəsini toplayaraq məscidə etikafa girər, öz nəfsini ibadətlə, Rəbbinə yönəlməklə yorardı. Nə gözəl örnəkdir. Xanımı Ayşə radiyallahu anhə də bizə bildirmişdi ki, Qədr gecəsi son 10 gecədən birindədir. O 10 gecəni əhya edən Qədr gecəsini əhya etmişdir. O 10 gecədən birini belə olsa zay edən qorxulur ki, Qədr gecəsini zay etmişdir. Elə isə bu gecələrdə bir ibadətdən yorulduqda digər birinə keçid edək. Çox yorulduqda isə ən azı dilimizi istiğfarla məşğul edək. Bundan sonra neçə Ramazana və neçə Qədr gecəsinə çatacağımız məlum deyil. Elə isə bu 10 gecəni əhya etmək üçün Rəbbimizdən müvəffəqiyyət diləyirik. Vəssalamu aleykum.